Bananı sadəcə meyvə sanırsan, bu sarı meyvə içində gizli enerji bombası daşıyır. Bananı yeyən kimi bədən niyə birdən rahatlayır bilirsən? Çünki banan təbii enerji mənbəyidir. İdmandan əvvəl yedikdə güc verir, halsızlığı azaldır. Ən maraqlısı isə banan əsəbləri sakitləşdirir. Streslisənsə, əsəblərin gərgindirsə, bir banan bəzən bir fincan qəhvədən daha yaxşı təsir edir. Ürək üçün də təbii güc mənbəyidir. Kaliumla zəngindir bu da. Ürəyin ritmini qoruyur. Təzyiqin sağa-sola qaçmasının qarşısını alır. Həzmi asanlaşdırır. Mədəni yormur, bağırsaqları yumşaldır. Şişkinliyi azaldır. Xüsusilə səhərlər yeyiləndə bədəni sakit oyadır. Amma diqqətli olunmalı məqam isə həddindən artıq banan şəkəri yüksəldə bilər. Çox yeyiləndə qəbizlik yarada bilər. Yəni hər şeydə olduğu kimi ölçü burada da şahdır. Enerji, sakitlik və rahatlıq hamısı bir meyvədə. Bəs sən bananı nə vaxt yeyirsən? Rəylərdə yaz bilək. Daha faydalı məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.